Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə DİM 2025-ci il test toplusunun ikinci hissəsindəki genetika bölməsinə aid bəzi testlərin izahına baxacağıq. Keçək testlərə. 52-ci suala baxırıq. 52-ci sualda bizə nə deyir? Daltonizm xəstəliyinə malik fərdlərin işarələndiyi nəsil ağacındakı hansı fərddə bu xəstəlik mutasiya nəticəsində yaranmışdır? Tamam. Baxaq o zaman biz həmin nəsil ağacına. Bir nömrə deməli bizim ana valideyni, digər kvadratik içəri rənglənmiş olan isə ata valideyni olmuş olacaqdır. Bunların çarpazlaşması zamanı övladlar dünyaya gələcəkdir. Deməli, birinci fərdim və işarələnmiş kvadratik olan ikinci fərdimin genotipinə baxdığım zaman baxıram ki, bu kvadratik içərisi dolu olan nədir? Xəstə fərdi göstərmək istəyir mənə. Xəstə fərd göstərirsə, atadırsa, yəni erkəkdirsə, mən bunu X kiçik D, Y şəklində göstərəcəyəm. Ananın isə xəstə və yaxud da daşıyıcı olduğunu hələ ki bilmədiyim üçün hər hansı bir şey yazmayacağam bura. Deməli, bunlardan əmələ gələn övladlara baxdığımız zaman görürük ki, bir erkək fərdim xəstə şəkildə doğulubdur. Xəstə şəkildə doğulubsa mütləq ki, anada nə var? Həmin xəstəliyi daşıyan X xromosomu olmuş olacaqdır. Çünki ata özündən Y-ni verəcək, sadəcə Y-ni verəcək. Deməli, ana xəstə gen verib ki, doğulan övlad nə olub? Xəstə olubdur. Bu zaman mən X-in birinin üzərinə kiçik D şəklində yazıram. Digər doğulan övladlara baxıram. Görürəm ki, 2 nömrəli övlad nə olub? Xəstə doğulubdur. Yəni, qız xəstə olubdur. Qız xəstə olubsa, deməli, ata x üzəri kiçik d-ni, ana isə yenə də özündə olan x üzəri kiçik d-ni verib və bunların birləşməsi zamanı x kiçik d, x kiçik d şəklində həmin bu 2 nömrəli övlad dünyaya gəlmişdir. X kiçik d, x kiçik d şəklində. Bu isə x kiçik d, y şəklində olacaqdır. Digər övladlara baxıram. 3. 3 nədir? İçərisi rənglənmiş olan yenə qız övladdır. Bu da xəstədir. Demək ki, ana yenə də burada özünün nəyini verib? X kiçik d-sini verib ki, ata da x üzəri kiçik d-ni verib və nəhayət yenə də x kiçik d, x kiçik d şəklində qız övladı meydana gəlibdir. Amma baxıram övladlardan biri nədir? Sağlamdır. Erkək fərddən biri sağlamdır. Erkək fərddən biri sağlamdırsa, ata burada nəyini verəcək? Y-ni vermiş olacaq. Ana isə deməli sağlam olan X xromosomu verib. Yəni X üzəri böyük D olan X xromosomunu verib ki, nəticədə X üzəri kiçik D və Y birləşməsi mənə həmin bu sağlam erkək fərdi vermiş olacaqdır. X üzəri kiçik D, Y şəklində. Daha sonra baxıram, deməli, ananın da genotipini təyin etdik. Daha sonra baxıram, bunların çarpazlaşması zamanı əmələ gələn fərdlərə. Deməli, burada xəstə qız övladı dünyaya gəlmişdir və o isə sağlam olan erkək fərdlə çarpazlaşdırılıbdır. Nəticə etibarilə hər iki övlad nə olub? Xəstə olubdur. Hər iki övlad xəstə olubsa, baxıram, biri erkəkdir. Tamam. X, Y şəklində bunu qeyd edək. Bu, ata, yəni içərisi boş olan kvadratik göstərici özündən nə verəcək? Sadəcə Y verəcək ki, neynəsin? Erkək dünyaya gəlsin. Tamam. Bu xəstədirsə, ana avtomatik nə verib? X üzəri kiçik D genini veribdir. Və 5 nömrəli övlada baxıram ki, nədir? Yəni bu qadındır. Təbii ki, ata burada sağlam olduğu üçün x üzəri kiçik D şəklində göstərəcəyik və əmələ gələn övlad qız övladı olduğu üçün x şəklində olmuş olacaq və bu x-in birini anadan alacaq, x üzəri kiçik D şəklində, digərini isə atadan alacaq və nəhayət genotipi x üzəri böyük D, x üzəri kiçik D şəklində olmuş olacaq ki, bu da nədir? Bizə xəstə övlad yox, daşıyıcı qız evladı vermiş olacaq. Demək ki, bunun içərisinin rənglənməsi, yəni xəstə olması tamamilə mutasiya nəticəsində baş vermişdir. Ona görə də
doğru cavabımız nədir? A variantı olacaqdır. Belə, növbəti sualımız olacaq 59-cu sual. Nəsil ağacında deyir, mavi gözlü fərdlər tünd rənglə işarələnmişdir. Tamam. İşarələnmiş tünd rəngli gözə malik fərdlərdən hansılarda mütləq bu əlamətə görə resessiv gen vardır? Hə. Baxıram, deməli, bir nömrəli valideyn, iki nömrəli, daha doğrusu yanında göstərmiş, içərisi rənglənmiş kvadratiklə nə edib? Ailə qrupdur. Kvadratik zaten mavi gözlüyü bildirdiyinə görə mən kiçik-kiçik şəklində bunu göstərirəm, mavi gözlüyü. Və ananın ata ilə birləşməsi nəticəsində iki nömrəli övlad dünyaya gəlir. Mən anaya böyük A şəklində də baxa bilərəm ki, bu özündən bir dənə böyük A-nı versin, kiçik A ilə birləşsin. 2 nömrəli, yəni daşıyıcı övlad əmələ gəlsin, mavi gözlülük əlamətini daşıyan. Və yaxud da anaya daşıyıcı kimi baxaram, böyük A, kiçik A şəklində göstərərəm. Yenə də əmələ gəlmiş övlad böyük A geni və buradan isə kiçik A geninin birləşməsi nəticəsində, yəni bu geni daşıyan qametlərin birləşməsi nəticəsində əmələ gəlmiş olar. Hər iki halda mən 2 nömrəli övladın böyük A, kiçik A genotipinə sahib olduğunu biləcəm. Amma ananın böyük A yoxsa böyük A, kiçik A olduğunu ümumiyyətlə nə edə bilmərəm, deyə bilmərəm. Daha sonra, deməli bu hələ də bizim üçün nə olur? Sual olaraq qalır. Daha sonra bu 2 nömrəli 3 nömrə ilə nə edib? Ailə qrupdur. Və nəhayətində əmələ gələn fərdlərdən biri mavi gözlü olub. Amma digəri nə olub? Mavi gözlü olmayıbdır. Tamam. Böyük A, kiçik A. Bunun da bilirəm ki, nədir? Ya daşıyıcıdır, ya da ümumiyyətlə bunda mavi göz genini daşımayacaqdır. Ümumiyyətlə yoxdur, yəni bu şəkildə də götürə bilərəm. Amma baxıram övladlardan biri nədir? Mavi gözlüdür. Demək ki, hardasa buradan da bir dənə mənim kiçik A-m gəlib ki, buradakı 2 nömrə ilə 3 nömrədəki kiçik A-lar birləşib və nəhayət həmin bu içərisi dolu olan kvadratik, yəni göy göz əlamətini bildirən fərdi ortaya çıxmışdır. Deməli, üçün də genotipini tapdım. Sonra nəyə baxıram? Həmin bu göy gözlü olanla 4 nömrəli nə edib? Təzədən ailə qurmuşdur və əmələ gələn övlad nədir? Göy gözlü deyildir. Demək ki, bunun genotipini bilirəm ki, kiçik A şəklindədir. Avtomatik mən yenə də 4-ü bilməyəcəm ki, bu nə böyük A, kiçik A-dır, yoxsa böyük A, böyük A-dır ki, nəticə etibarilə hər iki halda nə olmuş olur? Böyük A, kiçik A, böyük A, böyük A şəklində olsa da, həmin 4-lə kiçik A genini daşıyan bu fərd birləşən zaman hər iki halda da nə olur? Bu halda, yəni mavi göz olmayan övlad meydana çıxmış olacaqdır. Demək ki, mən nə elədim? 1 ilə 4-ü ümumiyyətlə bilmədim ki, bunun genotipi nə olacaqdır. Amma hər iki halda böyük A, kiçik A birləşməsi və yaxud da böyük A, kiçik A birləşməsi, daha doğrusu böyük A, kiçik A birləşməsi hər iki halda mənə nə verəcək? Heterozigot formada 6 nömrəli fərdi vermiş olacaq. Deməli, mən 1 ilə 4-ü bilmədim, amma 2, 3, 6-nın dəqiqləməsi ilə həmin bu mavi göz genini əlamətini daşıyan həmin bu genin olduğunu neynədim? Müəyyənləşdirə bildim. Cavab olacaq nə? 2, 3 və 6. Daha sonra baxaq növbəti suala. Özüm ağır-ağır gedirəm ki, müəllimlər, siz anlayasınız. Yəni, sürətli şəkildə getsəm, bilirəm ki, burada effekt olmayacaqdır. Ola bilər, bəzi müəllimlər deyir ki, müəllim, biraz tez izah elə, biraz tez danış filan. Hə, yəni tez danışsam, mənə nə var ki, 2 saniyə mən bunun hamısını deyim, çıxım gedim. Sən heç nə anlamayacaqsan, yəni. Sənə bir qatqısı olmayacaq bu izahın. Belə. Daha sonra baxırıq 60 nömrəli suala. 60 nömrəli sualda nə deyir? Daltonizm xəstələrinin tünd rənglə işarələndiyi nəsil səcərəsi üçün verilən ifadələrdən hansılar deyir doğrudur?
Hə, hansılar doğrudur? Tamam. Ə, deməli, ümumi nəsr ağacı mənə verilibdir. 1, 2, 3, 4 rəqəmləri işarələnmişdir və ailə olaraq da A ailəsi, B ailəsi, C ailəsi və D ailəsi əmələ gəlmişdir. Ə, baxdığım zaman nədir? Ata və ana birləşməsi. Ana burada daşıyıcı və yaxud da sağlam ola bilər. Atanın amma nağdı nəyi bilirəm? Xəstə olduğunu görürəm. Ə, və və bu ana ilə atanın birləşməsi nəticəsində iki qol əmələ gəlib. İki yox, hətta dörd qol əmələ gəlib. Biri buradan, bir övlad buradan, bir övlad burada, bir övlad burada, bir övlad isə burada əmələ gəlmişdir. Baxdığım zaman nədir? Bir övlad həmin bu kvadratik içəri rəngli olan xəstə olaraq dünyaya gəlmişdir, erkək fərddir. Deməli, bunun genotipi X kiçik D, Y şəklində olmuş olacaqdır. Və digərləri isə nədir? Daşıyıcı və yaxud da sağlam olmuş olacaqdır. Ə, baxaq indi vəziyyətə. 2 nömrəli fərd nədir? Erkək fərddir. Ata burada nə verib? Özünün Y-ini veribdir. Y-ini veribsə, deməli, ana nə imiş? Özünün x üzəri böyük D şəklində olan, üzr istəyirəm, x üzəri böyük D şəklində olan nə verib? Sağlam X xromosomunu vermişdir. Amma digər fərd X üzəri kiçik D, Y olduğundan bilirəm ki, ata yenə burada sadəcə Y-ini verib. Ana deməli nə verib? Xəstəlik daşıyan X xromosomu verib. Deməli, anada həm xəstəliyi daşıyan, həm də daşımayan nələr var? X xromosomu var. Ananın da genotipini tapdıq. Daha sonra baxırıq nəyə? Daha sonra baxırıq nəyə? Buradan əmələ gələn digər övladlar isə 3 və 4 şəklində göstərilibdir. 3-də hər hansı bir xəstəlik görmürəm. Daşıyıcı və yaxud da tamamilə sağlam ola bilər. 4-də isə nağlı xəstə olduğunu görürəm. X kiçik D, X kiçik D şəklində yazacaq. Buradan ana çox ehtimal ki, X böyük D-sini verib ki, ata sadəcə X kiçik D-sini verə bilib buradan və nəticə etibarilə nə edir? 3 nömrəli fərd də daşıyıcı olaraq meydana çıxmış olacaqdır. Bunların hamısının genotipini tapdığımıza görə baxaq variantlara. Birdə nə deyir? Deyir, A ailəsində doğulacaq qızlar daltonik ola bilər, deyir. A ailəsində doğulacaq qızlar daltonik ola bilər. Tamam, bu ana mən x üzəri böyük D, x üzəri böyük D şəklində də yazsam, nə edəcəm? Atanın x üzəri kiçik D-ni buradan götürəcəm. Anadan isə x üzəri böyük D-ni götürəcəm və x böyük D, x kiçik D şəklində nə olmuş olacaq? Sağlam övlad da dünyaya gələ bilmiş olacaqdır. Amma mənə nə deyir? A ailəsində deyir, doğulacaq qızlar daltonik ola bilər. Aha, daltonik ola bilər deyir. İmенно olacaq demir. Ola bilər deyirsə, tamam, bu ola bilər. Məsəl üçün, x böyük D, x kiçik D şəklində bunu işarələyərəm heterozigot formada. Nə verər? Ata özündən x kiçik D-ni verər, ana isə özündən yenə də x kiçik D-ni verər və nəticə etibarilə nə ola bilər? Həmin daltonik qızlar meydana gələ bilər. Deməli, 1 nədir? Doğrudur. 2-yə baxıram. 3 nömrəli fərdin anası bu genin daşıyıcısıdır, deyir. 3 nömrəli fərdin budur. 3 nömrəli fərdin anası da budur. Tamam. 3 nömrəli fərdin anası demək ki, həqiqətən də nədir? Daşıyıcı olmuş olacaqdır. 2 də doğru olacaqdır burada. 3-də deyir, D ailəsində doğulacaq bütün uşaqlar daltonik olacaqdır, deyir. Tamam, bu x kiçik D, x kiçik D şəklindədir. Ata isə nədir? X böyük D, Y şəklindədir. Ata özündən x kiçik D, x böyük D-ni verər. Nəyi soruşur? Oğlanları yoxsa ümumiyyətlə uşaqları deyir. Doğulacaq bütün uşaqlar. Aha. Bütün uşaqlar isə burada qız övladları mütləq ki, nə baş verəcək? Daşıyıcı olmuş olacaqdır. X böyük D atadan gələcək, X kiçik D isə anadan gəlmiş olacaq ki, nəhayətində həmin bu deyilən şərt ödənməyəcək. Yəni, bütün uşaqlar daltonik olmayacaqdır. 3 yanlışdır. 4-də nə deyir?
Dörddə deyir ki, B ailəsində uşaqlar sağlam doğula bilər, deyir. B ailəsi. B ailəsi budur. Tamam. Deməli, burada olan valideyn, qadın valideyn nədir? X, X şəklindədir. Ə, nə deyir bizə? B ailəsində uşaqlar sağlam doğula bilər. Aha, sağlam doğula bilər də. Bu daşıyıcı olsa, məsəl üçün bu şəkildə olsa, nədir? Həqiqətən də sağlam doğula bilər. X böyükdür, X böyükdür şəklində nə eləyər? Övladlar meydana çıxa bilər buradan. 4 də nədir? Doğrudur. 5-də nə deyir? 4 nömrəli fərdin doğulacaq oğlanlarındakı xəstəlik geni yalnız babalarından analarına gələn gendir. 4 nömrəli fərdə baxıram. 4 nömrəli fərdim budur. 4 nömrəli fərdin doğulacaq oğlanlarındakı. Doğulacaq oğlanları nədir burada? Bu sadəcə ata buradan y verəcək. Ana isə x kiçikdir, x kiçikdir. Sadəcə yəni x kiçik d-sini vermiş olacaq ki, nəhayət nəticə etibarilə doğulacaq oğlanlar hamısı nə olacaq? Xəstə olmuş olacaq. Tamam, bunu bildik. İndi deyir, xəstəlik geni, həmin bu xəstəlik geni, yalnız babalarından analarına gəlir. Baxa gör, babalarından gəlir. Hə, babalarından gəlibdir. Bax, həmin bu ana nədir? Ananın atası, bax, budur. Bunun da nədir? X-i gəlməlidir ki, nə olmuş olsun? Bu, yox, üzr istəyirəm, bu sadəcə şeydən gəlməyib, babadan gəlməyib. Həmçinin anadan da gəlib ki, x kiçikdir şəklində. Bunlar birləşib nəticə etibarilə 4 nə olub? Tamamilə xəstə olub. Demək ki, 5 nömrəli variantım da nədir? Səhv olmuş olacaqdır. Belə.